Salam təkrar abituriyentlər, 10-cu siniflər. Bazakanın bugün 5 oktyabr tarixində keçirdiyim sınavın izahını verəcəm. Sınağı izah etmişdən öncə kanalı izləyib, abunə olub, yoldaşlarınızla paylaşmağı unutmayın. Başlayaq. Vaxt itirmədən birinci sual demək ki, belə başlayır. 4-də 1, 5-də 1, 6-da 1-in cəmi A olarsa, bu ifadanın cəmini A ilə ifadə edir. Biz 4-də 5-i nə yazarıq? Ee, Bir üstə gəlsin 4'də 1 yazarıq. 5'də 6'nın 1 üzəri gəlir 5'də 1. 6'da 7'nin də 1 üzəri 1 üzəri üstə gəlir 6'da 1. Birləri toplasaq onlar 3 üstə gəlir 4'də 1, 5'də 1 və 6'da 1. Bu ifadənin də qiyməti şərtdə A-ya bərabər olduğu üçün onlar 3 üstə gəlir A, yəni birinci sual C variantı. İkinci sual B çoxluğu emsadə elementinin A çoxluğu alt çoxluğudursa, eğer B A'nın alt çoxluğudursa, burada belə deyək də B bütövlükdə A-nın içərisində yerləşir deməkdir. O ola bilər ki, B bunların element isə bərabər də ola bilər. Məsələn, tutaq ki, 1, 2, 3, 3, 2, 1 çoxluğunun alt çoxluğudur. Hər bir çoxluq özünün alt çoxluğudur, belə deyək. O zaman B çoxluğunda ən çox M çıx bir sayda element olar. Xeyr, elə M sayda özü qədər də ola bilər. Bir səhvdir. Birləşmə M-ə bərabərdir. Bəli, tutaq ki, biz 1, 2, 3 çoxluğunun 3, 2, 1 çoxluğunu birləşdirsək, yenə 1, 2, 3 çoxluğu alınacaq. Eyni an. Onun üçün 2 doğrudur. A-dan B-nin ən kiçik qiyməti sıfıra bərabərdir. Bəli, bərabər olan çoxluqların bir-birlərindən fərqində artıq heç bir element qalmır. Ona görə də olur sıfır elementi. Yəni 2 ilə 3 doğrudur. Y variantı. 33 rəqəm A-nın hansı əksisi qiymətində 5 rəqəmli ədədi 3-ə qalıqsız bölünür. 3-ə qalıqsız bölmə nədir? Rəqəmlərin cəmi 3-ə tam bölünsün. Rəqəmlərin cəmini toplasaq o zaman 2A plus 15. Bunu 3-ə bölməliyik. Onda belə çıxır ki, 15 3-ə böləndə qalıq qalmır, 0 qalır. 2A-nı da 3-ə böləndə qalıq 0 eləməlidir. O zaman belə çıxır ki, 2A ya 0 ola bilər. O zaman 2A 0-dırsa A da 0-dır. Amma sıfır ola bilməz. Niyə? Çünki həm variantda yoxdur, həm də ilk rəqəm sıfırdan başlamaz. Ona görə 2A-nı bərabər eləyəcəyik biz nəyə? 15-in üzərinə nə gəlsək, belə deyək, 3-ə bölünür 18. Yəni A 2A olmalıdır 3. İndi A burada alınır 1,5, amma 1,5 rəqəm deyil. Onun üçün bu da olmaz. Heç variantı da yoxdur. O zaman növbəti nə olacaq? 6 ola bilər. 21, 21 3'e bölək. O zaman 2A bərabərdir 6-ya, A da bərabərdir nəyə? 3-ə. Ona görə ən kiçik Y variantı və D-dir. Keçək növbəti 34-cü suala. 34-də A natural edilsin, əbov bölünsün, üstəgələ çox bölünsün, belə bir ifadələr verib. A 3A. Bu deməkdir ki, A B-nin böləni, yəni A 3A-nın bölənidir. Biri digərinin böləni olan suallarda əbov kiçiyə, çox böyüyə bərabərdir. O zaman bu ifadənin qiyməti nəyə bərabərdir? A-ya. Açıb A 5A. Burada isə 2 olduğuna görə böyüyə bərabərdir. Burada isə 5A-ya bərabərdir. Burada A 2 adlısı, burada da A-ya bərabərdir. O zaman yerinə yazsaq A ilə 5A-nın cəmi 6A, böl A ilə A-nın cəmi 2A. Bu da deyər 3A variantı. Sonra davam edək. 35 müqayisə. Bu tipli suallarda biz bilirik ki, əmsalı böyük olan kiçikdir. Ona görə C kiçikdir, B kiçikdir A. O da olacaq hansı variantda? A variantında. 36-cı sual. Belə bir natural ədədlərə sual verib. Biz bunları açmalıyıq. Açarsak vahidlərinə görə açacağıq. Olacaq 10A plus B. Üstə gəl 10B plus A. Bunu da sadələşdirsək nə olacaq? 11A plus 11B. Burada da yenə 100A, 10A plus A. Burada isə 100B, 10B plus B. Bunu da sadələşdirsək, olacaq 111A üstəgəl 111B. İndi bu ifadəsi M-N-in hansı hissəsini təşkil edir? Yəni M böl N-i soruşur. M-in yerini yuxarıdan 11-i çıxartsaq, A plus B, aşağıdan da 111-i çıxartsaq, yəni A plus B. Buradan da A plus B-lər ixtisar edər. Qalar 111-də 11 C var. Keçək indi 37.
Dərəcə ölçüləri tam ədədlərlə ifadə olan alfa və beta bucaqları uyğun tərəfləri perpendikulyar bucaqlardır. Bunda o zaman ya alfa ilə beta bərabərdir, ya da cəmi 180-dir. İndi bərabərsə bu zaman o demək ki, hər biri 90. Ən böyük, indi nisbəti 90-ı 90-ı bölsə 1 edir, onsa bu nə variantda yoxdur, həm də böyüsünü soruşur. O zaman alfa ilə betanın cəmi 180 olan ədədlər nə ola bilər? Məsələn, 1 ilə 180 və yaxud 180 ilə 1. 179 ilə 1. Elə ən böyük nisbətdə burada alınır. 179-u da 1-ə bölsək, alınır elə 179. 38. Alfa 3 betəyə bərabərdir. Və biz də bilirik ki, qarşılıqlı bucaqlar bərabər, o zaman burada 3 betdadır. Burada bir tərəfli bucaqlar alınırsa cəmi 180-dir. O zaman olur 4 betda 180, betda alınır 45. Bizdən alfanı soruşur. 3-ü də 45-ə vursaq, eləyər 135 dərəcə. Yəni, Y variantı. 39. Bölünəni 12 dəfə artırdıqda böləni necə dəyişmək lazım ki, qismət 3 dəfə azalsın. İndi bölən qismət kimi yazsaq, bölən qismət. İndi bölünəni 12 dəfə artırsam, böləni necə dəyişməliyim ki, qismət 3 dəfə azalsın. Azalmaq deyəndə tərs yazırıq, yəni 3-də 1. O zaman tənasüb qursaq, x bərabər nəyə? 36-ya. İndi 36 dəfə nə etməliyəm? Artırmalıyam. Yəni cavab tamamlananda belə deyək. Özün götürürük, kəsr alanı, yəni artırırıq, kəsr alanında azaldırıq. 36 dəfə artırmalıyıq. Yəni həqiqətən tutaq ki, A böl B bərabərdirsə C-yə, A-nı 12-yə vurmalıyam, B-ni 36-ya vurmalıyam. Yəni 36 dəfə artırmalıyam ki, bu da 3-də 1 C alınsın. 40-cı sual. Həsən, Yusuf və Kənan 24 ədədlərini özlərində 1-3 nisbətində, 1-3-2, yəni x, 3x, 2x nisbətində bölüblər. Bu da edib neçə 6x. Bərabərdir yekun 24-ə. O zaman x aldı neçə? 4. İndi Yusufun qələmlərinin sayı Həsənin qələmlərinin sayı nə qədərdir? Yusuf'a nə qədər düşür? 3x, yəni 12. Həsənə düşür nə qədər? Sadəcə x 4. İndi 12 4-dən neçə də çoxdur? 13-dən də 4-ü çıxarıq. 8 y variantdır. 41. Konkret sual alfa 130, beta 150, beta. Bizdən alfa x-i soruşur. Biz də bilirik ki, bu üçünün cəmi 360 eləməlidir. Yəni x plus 130 plus 150 bərabərdir 360. X plus 280 bərabərdir 360. X də bərabər neçəyə? 80. Deyir B. 42. Alfa bölü beta 5 bölü 7-dirsə, yəni bura 5x-dir. Bura isə 7x-dir. Bunların cəmiyyəti olmalıdır 180 olmalı. Çünki bir tərəfli bucaqlardır. 12x 180 80-ə qalır. 15. İndi bizdən beta çıxarmaq soruşur. Yəni 7x çıx 2x 5x daha doğrusu. Bu deyir 2x. X-imiz 15-dirsə yerinə yazsaq 5 eləyər 30 dərəcə. 42-ci sual. 43. Cəmiyyəti A kvadratı ilə düz mütənasibdir. B ilə tərs mütənasibdir. Yəni A kvadratı böl B-yə bərabərdir. C o zaman. İndi A-nı 4 dəfə artırsaq 16-ya vurmalıyıq. B-ni 2 dəfə azaltsaq 2-də 1-ə vurmalıyıq. Tərsinə də yəni çevirsək 32. Deməli C yekunda nə edir? 32 dəfə artar Y variantı. 44. B A-nın içərisindədir. B-nin sətli alt çoxluğu. Yəni tutaq ki, bu bizim hər hansısa A çoxluğumuzsa, içərisində bir dənə B çoxluğumuz var. İndi B-nin 8 elementi var. A-nın bütövlük bunların birləşməsində isə 14 element var. 8 olsa bu A-nın içərisindədirsə, deməli A-nın özünün də bütövlükdə 14 elementi var bütövlükdə. İndi bizə deyir ki, A çıx B-ni soruşur. A çıx B-ni soruşanda nə edirik? Biz A-dan çıxırıq. A ilə B-nin kəsişməsi. Təbii ki, bunların sayını çıxmalı. Qanunun 14 elementi var. Kəsmə də deyəndə ki, biz kiçiyi götürürük alt çoxluqlarda. Bu da edir 8. 14-dən də 8 çıxsaq 6. Demək, bölüm son cavab oldu 6. 45. Mühəndislər səndaşlarına bir sualdır. AOD ilə COD-yə nisbəti 4 bölü 1'dir. Yəni bura 4x-dir, bura x-dir.
Sonra COE'nin ise BOE'ye nisbəti 1/4'dür. O zaman bura y-dirsə, bura 4y-dir. İndi DOY-ni soruşur. Yəni x plus y. Biz indi bunu toplasaq hamısını 5x ilə 5y-in cəmi 180-dir. Açıq bucalanlar. X plus y nəyə bərabərdir? 36. Bizdən də DOY-ni soruşur. X plus y yəni 36 dərəcə. Hər mərtəbəsində 4 mənzil olan 15 mərtəbəli bina. O zaman ümumilikdə neçə mənzil var? Mənzil sayı. 4 mənzil 15 mərtəbəyə vursa 60 mənzil var. İndi 30% 3 otaqlı. 30% bir otaqlıdırsa 60% getdi. Bura nə qaldı? 40%. İki otaqların sayını soruşur. O zaman 60-ın da 40%-ni tapsaq, bu deyir 24 otaq. 47. A-nı verib, B-ni verib bu ifadəni istəyir. O zaman biz bu A-nı sadələşdirsək, olacaq 5 üstəgəl 1/4-də 7-də biz 7-də 1/7-də 1/9-da 7 yazarıq. Bu deyir 5 üzəri üstünə 9-da 16. Bunu da 9-a götürsək ortaq. 9-dan olacaq 45, 16. 61. A-nı tapdıq. İndi B-ni hesablasaq. 6/4-də 1, 9-da 1, üstəgəl 3-də 2. Bu deyir 9-da 55, üstəgəl 9-da 6. Bu deyir 9-da 61 yenə. İndi aparıb yerinə yazsaq, 2A bölünsün B üstəgəl 3 ilə A ilə 1 bir-birinə bərabər olduğuna görə bunların nisbi bir-birinə bölsəm cavab 1 eləyəcək. Yəni 2 vurulsun 1 üstəgəl 3. Bu deyir necə? 5. 47-ci sual. Soru 48. Natural hər hansı bir natural ədəd 2 sadə böləndən ibarət. Yəni x, y. 6 dənə sadə vurğun. Qüvvətlərin cəmi isə 6-dır. Yəni n-in cəmi 6-dır. Bu nə ola bilər? 1, 5 ola bilər. 2, 4 ola bilər. 3, 3 ola bilər və ya tərsinə fərqi yoxdur. Onsuz cəm dəyişmir. Ən son natural böləni. Natural böləni də tapanda nə edirik? Qüvvətləri bir vayda artırıb vururuq. Olur 2 vur 6, 12. 3 vur 5, 15. 3 vur 3, 4 vur 4, 16. Deməli, ən çox neçə ola bilərmiş? 16. Məsələn, 2 üstü 3, 3 üstü 3. Belə bir ədəd ola bilər. 2 dənə sadə böləni var və 6 dənə sadə var. O zaman natural bölənlərin də sayısı olacaq 16. Həsən bir işi təhlikdə 12 saata görür. Hüseyn isə həmin işi təhlikdə 16 saata görür. Həsən və Hüseyn eyni anda işə başlayıb 4 saat işləyiblər. O zaman biz görülən hissəni tapanda nə edirik? 1 bölü A üstəgəl 1 bölü B vur T düsturundan istifadə edirdik. Yəni 1 bölü 12 plus 1 bölü 16 vur 4. Bu da 4-ə vurub parçalasaq 3-də 1 plus 4-də 1 eləyər. Bu da 12-də 7. Deməli, işin 12-də 7-sini gördülər. İşin 12-də 7-sini görəndən sonra Həsən işi tərk edir. Qalan işi isə Hüseyin tək başına görür. İndi əgər işin 12-də 7-si görülübsə, nə qədər qalır? 12-də 5-i qalanda Həsən gedir. İndi qalır Hüseyin. Hüseyin də 1 saata, daha doğrusu 12 saata işi tamamilə bitirirsə, o zaman işin belə deyək də 1 saat işləsə işin hansı hissəsini görər? 12-də 1 işləsə. İndi mən neçə saat işləməliyəm ki, yəni Hüseyin olaraq 12-də 5-ə bərabər olsun. 12-də 1 T bərabərdir 12-də 5-ə. 12-ləri qısaltsaq T qalır ona nəyə? 5. 50-ci sual şartının uzunluğunu. Deməli, sinifdə 25 ümumi şagird var. Hər biri riyaziyyat və fizika dərslərinin yalnız birində iştirak edir. Riyaziyyat dərslərində iştirak edən qızların sayı fizikada iştirak edən şagirdlərin ümumi sayının 4 hissəsidir. Deməli, riyaziyyatda iştirak edən qızların sayı 6, fizikada da y plus 5. Y plus 5-in 4 hissəsidir. 4. Gələ hər tərəfi 10-a vuraq ki, kəsrdən azad olsun.
60 bərabərdir y plus 5 vur 4. O zaman y plus 5 nəyə bərabərdir? 15-ə ixtisar aparsaq, y dağılır 10. Deməli, y 10. İndi ümumi şagird nə qədərdir? 25-dir. 10, 5, 6. Elədi neçə? 21 var. 21 ilə də x-in cəmi eləməlidir neçə? 25. Hamısının cəmi. O zaman burada x olaraq 4. İndi bizə deyir ki, sonra fizika dərnəyində iştirak edən qızların sayı, yəni y. Deyirlər dərnəyində iştirak edən oğlanların sayından nə qədər çoxdur? Yəni x-dan çox, nə qədər çoxdur? Aparıb yerinə yazsaq, ondan da 4 çıxarıq, eğər 6. Yekun qiymət. 51. Uzunluğu A olan hər hansısa bir parça 1-2-3 nisbətindədir. Yəni, o zaman belə çıxır ki, x üstə gəl 2x üstə gəl 3x bərabərdə A-ya. Bu deyir 6x A, x də bərabərdə 6-da A. Yəni, bura 6-da A-ya bərabərdir. Bura 6-da 2A-ya bərabərdir. Burada 6-da 3A-ya bərabərdir. Birinci hissənin ortası. 6-da A-nın yarısı nə edəcək? 12-də A. Bura 12-də A-dır. Üçüncü hissənin ortası. Üçüncünün də ortası burada. Bunu da yarı bölsəm, eləcək neçə? 12-də 3A, bu da 12-də 3A. Deyim də bunların arasında qalan hissə nə qədərdir? Yəni buradan bura. Olacaq 12-də A üstə gəl, 6-da 2A üstə gəl, 12-də 3A. Ortaqdır 12 götürsək. A plus 4A plus 3A. Bu da eləyəcək neçə? 12-də 8A. Burada da hər tərəfə 4-ə ixtisar aparsaq, qalar nə? 3-də 2A. Yekun cavab olacaq 3-də 2A. 52. 24 nəfərlik sinifdə 8 nəfər həm musiqi, həm də şahmat dərnəyində iştirak edir. Deməli, 24 nəfərlik sinifdə 8 nəfər həm musiqidir, həm də şahmatdır. 8-i buradadır. 10 nəfər isə heç birində yoxdur. Deməli, 24-ün artıq 10 nəfəri məşğul olmuş. Qaldı 14 nəfər. İndi x-i buradadır. İndi 14 nəfərin də 8-i buradadırsa, yerdə nə qaldı məşğul olan? 6 nəfər. O 6 nəfərin x-i buradadırsa, 6 çıxı x-i buradadır. Deyir, yalnız musiqidə də iştirak edənlərin sayı, yəni qız, yalnız şahmatda iştirak edənlərin sayı 6 çıxı x-dan 2 dəfə çoxdur. Yəni, x bərabərdə 6 çıxı x vur 2. Bu deyir, x bərabərdə 12 çıxı 2x, 3x 12, x da 4. Deməli, x 4-dür. Şahmatda iştirak edənlərin şagirdlərin sayını tapın. Şahmat hansıdır, baxaq. Bütövlükdə bu dairə. Yəni 8 plus 6 çıx x. X-in də yerinə 4 yazsam, bu da eləyir necə? 10. Deməli, ancaq şahmatda 10 nəfər iştirak eləyir. 53. AOB açıq-bucaqdır. OY şüası AOC-nin təm böləndə alfa alfa. OF şüası isə BOD-nin təm böləndə beta beta. Ortadakı bu bucağı isə 50 dərəcədə. O zaman belə çıxır ki, 2 alfa ilə 2 betanın cəmi nə qədərdir? 180. 130. Çünki orta 50-dirsə 7 artıq 180-dən 130-u çıxırıq. 130. Alfa ilə betanın cəmi nə qədərdir? O zaman 65. Bizdən YOF istəyir. Bu qədər uzaq istəyir. Yəni alfa plus beta plus 50-ni istəyir. Alfa ilə betanın cəmi 65-dirsə, 65-in üstünə 50 gəlsə neçə edir? 115 dərəcə. 54. A və B natural ədədlər üçün 8B-yə bərabərdirsə, o zaman A 8K-dır, B 3K-dır. İndi 8K, 3K-nın bu nədir? K-nı çölə çıxardıram 8, 3. Burada da K-nı çölə çıxardıram 8, 3. Bərabərdir 8K plus 3K plus 56. İndi 8-in üstünə bu bu 1-dir. Qarşılığı sadə olduğuna görə o zaman olur K. 8-dən üstü 24-dür. O zaman olur 24K. Bərabərdir 11K plus 56. Bunu da həll etsək 14K bərabərdir 56. K tapaq 4.
A 4-dürsə, A neçədir? Bizdən AB hasil istəyir. Yəni 8K vurulsun 3K. Bu deyir 24K kvadratı. Bu da K-nın yerinə aparıb 4-ü yazsaq, olacaq 24 vur 16. 24'ü də 16'ya yox 24'ü nə yazarıq? 3 vurulsun 2'nin kubu vur 2 üstü 4. Bu deyər 3 vurulsun 2 üstü 7. Yəni 3 vurulsun 128. Bu deyər 384. Bitdi. 54-cü sual. Demək bunca nə oldu? 384. AB DY-yə bərabərdir. ABC BCD. Aha. Deməli AB ilə BDY birinci paraleldir. ABC-nin BCD-yə nisbəti 2, 3-dür. 2x buradır, 3x buradır. CD'ye 120'dir. İndi mən bu düz xətti buradan paralel uzatsam, o zaman burada 2x olacaq. Və yaxud biz bilirik ki, daxildəki bu 2 bucaq cəmi 120'dir. Və yaxud da 3 bucaq kimi baxsaq, bir xarici bucaq ona qonşu olmayan ki, daxil bucaq cəmidir. Yəni 5x bərabərdir 120. X da alınır 24. İndi bizə nə soruşur? BCD-ni. 3x-i soruşur. 3x nədir onda o zaman? 72 dərəcə. Bu sualı belə onun siniflərində izahı yekunlaşdı. Növbəti sınaqlarda və videolarda görüşənədək hələlik kanala abunə olub izləməyi unutmayın. Sağ olun.